Orada deyir ki, imam sözü deyir. Məni bağışla ya imam. Ya Və imam. orada Buqar kupletini deyəndə Ruslan istəyirsə... buyursun, Ruslan dilini açıqlama Duet versin. olduğu için orada deyir ki, ya imam. Məndən imam olmaz da, yəni təbii. Ya imam, yok. Biz deyirik Ya Allah, imam, Məhəmməd, ya Əli. Biz ya Əli deyəndə, dəyişdik. ya ona demirik. Birincisi yar demir axı. Tarix Ya olar bir Əli dənə deyir. açıqlama Buyur, sən verim. deyirəm, buyur. Üzr istəyirəm, salamlayıram buradan hər kəsi. Deməli, orada bəlkə kadrda fikir verdinizsə, Buqar o sözü işlətməmişdən qabaq ayağa durdu. Ayağa durdu, orada bir imama müraciət elədi, o ehtiramından irəli gəldi. Və orada imam deyir. Ya imam. Ya imam, tanıya bilməncə, məni bağışla ya imam. Və o sözü dəyişiblər orada. O Mehriban xanımın oğlanla oxuduğu 3 misra Buqarın öz orijinal 3 misrası olaraq qalıb. Buqarın 3 misrası orijinal olaraq qalıb. Axırıncı sözü dəyişiblər ki, məni bağışla, ya inan, belədir də, düzdür, inan. Hədə yəni, ya məni bağışla, ya inan. Məndən çox siz qulaq asınsınız. Bəli. Necəm? Məndən çox siz qulaq asınsınız. Qulaq asmamışam, mənim Əzbərləmişsiniz. əzbərləməmişəm. Qarşıma çıxıb, görmüşəm, orada düz eləməyiblər, mən də etirazımı bildirmişəm. Düz eləmişsən. Birinci növbədə Buqarın qardaşı olaraq, Buqar Bəli. dünyada yoxdursa biz Mən varıq, Vüqar qardaşları var. bəyin qardaşından həqiqətən icazə almışdım. Yox, qardaşına icazə icazə almamış. verə bilməz. Yox, qardaşından icazə nə mənada? Qardaşı deyil. Bir dənə Bunlar üzr söz istəyirəm. sözlər. Olar Bunların mən qardaşı danış. başqa sayan adam. Olar mən bir dənə ətraflı izah verir, xanım. Xaridarı o deyil. o. Xanım. Yox, varidat demirəm. Söz xiridarı bu insanlardır. Onlar Olar mən etirazı, izah verim. qardaşı başqa Üzr işin istəyirəm, peşəsidir. üzr istəyirəm. Mən demirəm, düz eləmişəm. Mən ora etirazımı yazmamışdan qabaq, mən Rəhmət eləsin, qəni. ölən nəvzə rəhmət. Mən, hər kəs də məni tanıyır, mən hansı düşüncənin yesiyəm. Mən ora etirazımı yazmamışdan qabaq birinci Buqarın qardaşına zəng vurdum. Dedim, bu məsələdən sənin xəbərin var, yəni bir icazon var buna, sən ona razı. O icazə də versəydi belə mən etirazımı bildirəcəkdim. Hala. Amma mən ondan birinci soruşdum. O dedi ki, mən oğlanın nömrəsini tapmışam, yığmışam ki, bu nədə eləmişsiniz? Deyir, o da qayıt ki, biz sadəcə, dedi, biz sadəcə YouTube üçün elə belə oxumuşuq onu. Olmaz. Mən də ondan sonra o desə də belə mən etirazımı bildirdim. Ne üçün? İndi siz təsəvvür edin ki, mən götürmüşəm Sami Yusufun mahnısını. Əhvələ günahı Allahu Allah. Değişmişəm, o eləmişəm ki, əhvələ günahı ya inan, inan. Bu nə dərəcədə doğrudur və gülünc görsənir. Ona görə mən etirazımı bildirmişəm ki, onu Vüqarın mahnısına da eləsələr, Yaşarın da, Orxanın da, Bala, fərqi yoxdur, Pərvizin də. Mən ona etirazımı bildirəcəm. Meyxanadır yəni. Mən bilsəydim birinci onda gəlib sizdən icazə alardım. Yox, əslində mənim icazə almaq lazımdır. Yox, siz mənə agresiya göstərirsiniz. Mən nə Allah icazə almaq agresiya lazımdır. göstərmirəm, amma gələndən siz mənə agressiyalısınız. Estağfurullah. Hər kəs məndən Mənim sizinlə o boyda münasibətim amma yoxdur. siz keçmişsiniz pərdanın dalını oradan ancaq Mənim sizinlə o boyda dərin münasibətim yoxdur axı. Bu normal Ona da haldır ki. bilməz axı Mehriban, dərin bax mən burada münasibət. müdaxilə Amma edirəm. düz Ehtiyac da yoxdur ona. Ona ehtiyac da yoxdur. Mehriban, Mən demirəm düz